Burada deməli torpağın sürüşməsi baş verib. Biz dəfələrlə müraciət eləmişik təşkilatlara. Lakin keçən il yox, iniş il gəldilər. O bənd vurdular orada, burada bənd vurdu, 500 metrəyə yaxın bənd vurdular. Biz soruşduq, bəs niyə davam elətdirmirsiniz? Dedi, vəsaitimiz yoxdur, ona görə qalıb. Mən dövlətdən, hökumətdən xahiş edirəm, onun davam eləsinlər. Bizim həyat bacada vəziyyət çox ağırdır. Malqara saxlaya bilmirik, sürüşür gedir, gedir, su aparır. Dəfələrlə su gəlir, daşır. Görürsən, evlərə qədər su gəlib qalxır. Meyvə ağaclarımız var idi. Feyxo ağaclarımızın yarısını aparıb. O başda yarısını aparıb. Meyvə ağacları var idi, hamısını aparıb. Alça idi, sonra ümumiyyətlə bütün bitkilərdən əkmişdim, aparıb. Bəli, son zamanlarda mən görmüşəm, elə su gəlib, daşıb ki, daşı mənim evimin içinə də girib. O evin içinə də girib. Onca o qədər qalxır. Bəli, qalxır. Ona görə qabağa nə gəlirsə aparır. Çöp, meşədən nə bilim nə, odun, bu hamısını götürür, gətirir, aparır. Torpaq sürüşməsi rayonun Separadi kəndi ərazisində qeydə alınıb. Təqribən 200 metr uzunluqda, 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çaya tökülüb. Kənd sakinləri deyir ki, sürüşmə uzun müddətdir davam edir. Çaya sel gələndə su qalxır və ətrafa daşır. Meyvə ağaclarına və toyuq cücə üçün hini sel sular aparır. 7-8 ildə sürüşmələr aktivləşib. Deməli, burada meyvə ağacları vardı. Neçə dənə aparıb. Haradasa bir 150 metrədən çoxdur. Yəni, sürüşmə var. Həm də evə yaxınlaşıb. Burada hin tikmişdim. Hin aparıb, ikinci hin tikmişəm. O cümlədən qəbirstanlıq yaxındır. Yəni, sel gəlsə qəbirstanlığı da apara bilər. Bəli, yəni yağışlar başlayan kimi aktivləşmə daha da irəli gedir. Yəni, sel yuyur aparır. Su qalxdıqca sel yuyur aparır torpaq. Təqribən nə qədər qalxır su? Su qalxır bir 6 metr, 7 metr qalxır. Yəni, o həddə çatıb ki, atamın evinə də girib su. Bir neçə il bundan qabaq evlərinə girmişdi. Yəni, seldir də gəlir, aparır. Nə gəldi qabağına aparır. Yəni, xahiş edirik ki, bizə köməklik eləsin. Lənkəran Su Melorasiya Sistemləri İstismarı İdarəsinin mühəndis hidrotexniki Ayıq Əliyev sözügedən kənddə olub və əraziyə baxış keçirib. Müraciət əsasında biz Su Melorasiya Sistemləri İstismarı İdarəsinin işçisi yerindəcə Separadi kənd ərazisində su sel fasadları törətdiyi yerdəyik. Hal-hazırda məlum oldu ki, bəli, sürüşmə halı qeydə alınmışdı. Bununla əlaqədar bizim idarənin texnikanın köməyi ilə yerli materialdan biz müvəqqəti olsa, yəni xəta böyüməsin deyə onu torpaqdan band vurma işləri apararıq. Gələcəkdə biz yuxarı təşkilatlara müraciət edib, oradan komissiya gəlib yerindəcə yoxlayıb, layihə sənədləri hazırlamaqda işləri davam edəcəklər. İndi suyun səviyyəsi çox olduğu üçün çayda səviyyəsi azalmalıdır ki, texniki işləyə bilsin. Yerli materialdan band vurma işi aparaq. Yəni vətəndaşa ziyan dəyməsin.